Herkese salam, kanalımıza hoş gelmişsiniz. Ümid edirəm hər şey siz tərəfdə yaxşılıqdır. Biz tərəfdə də yaxşı deyək, yaxşılıq olsun. Bugün səhər saat 8-dən çıxanıq evdən. Hələ indi gəldik. Hal-hazırda saat 11-dir. Ali saat 8-də məktəbə yola saldım. Bugün Ayxan da yenə evdədir. Virusa görə qoymadım. Düzü üstünüzə sağlıq olsun. Gördüm ki, nəsə də qismət heç yaxşı hiss eləmir özünü, narahat hiss eləyir. Gəh o yana çevrilir, gəh bu yana çevrilir. Bir sözlə yuxu yata bilmir. Dedi, deyəsən şəkərim qalxıbdı, özümü heç yaxşı hiss eləmirəm. Mən də dedim, evdə oturmağın nə mənası var? Dur gedək həkimə. Yoxladaq, görək nədir, nə deyil, analiz veriləsilsə də onu verək, şəkərini düzü nə qədər vaxtı yoxlatmırıq ki, neçədir, nə qədər də durur. Gedək şəkərini yoxladaq, ac qarnasan tam çıxacaq indi. Durduq, yerləndik, yolu əlimizə aldıq, getdik həkimə. Həkimə getməyə getdik, amma balinsiya getmədik. Bir aptek işlədən xanım var. İnanın ki, bəzi həkimlər, yəni bütün həkimləri demirəm, bəzi həkimlər onun yanında sıfır qalır. O qədər belə biliyi var, tövsiyələri var, gözəl. Pastayanla onun yanına getmişik, çox da gözəl bizi müalicə edibdi. Onun yanına getdik, birinci şəkərini yoxlatdıq, şəkər qalxıb, fırlayıb göyə. Dünən mən üzüm almışdım, ondan da bol-bol yedi, gedib yatıb, sən demə dərmanları da yox imiş, 3 gündür qutarıb, mənə də deməyibdi ki, dərmanım da yox idi. Dedi, heç nə olmaz da, üzümdən də yaxıca yedi, şəkər də qaldırdı göyə. Bəzən oturub fikirləşirəm xanımlar, həqiqətən mən bəzən çox eşşəkliyinə verirəm, çox tunuqluğuma verirəm. Ona görə ki, hər kəsə tövsiyə edirəm, YouTube vasitəsilə də, şəxsidə də, belə üz-üzə qarşılaşanda da deyirəm ki, şəkərin, yəni diabetin birə-bir dərmanı kələmin suyudur. Bunu profesor doktor deyib, İbrahim Saracoğlu'nun tövsiyəsi ilə etmişim, həqiqətən də çox xeyrini görmüşəm. Elə bir ki, kələmin 3-4 yarpağını götürürsən, qaynadırsan, üz yarpağını da göy, sağlam yarpaqlarını götürüb qaynadırsan, yarım litr, 700 qramlıq suda, onu səhər axşam içməlisən, özü də təzə-təzə olmalıdır. Mən bunu bilə-bilə özümün eşşəkliyimə verirəm, donuqluğuma verirəm, qaynadıb içitmirəm ki, o da rahat olsun, mən də rahat olum. Vallahi insanın canı əyilməsin, əyildisə də daha sağlam ola bilmirsən də bir sözlə. İkimiz də iş oradadır ki, zamçastıq. Onun şəkəri var, mənim də ki, zofum var. Nəysə, canımız sağ olsun. İndi olmayan şey deyil. Bu elə bir ki, dünya üzərində %50% insanlarda həm şəkər var, həm zof var. Kimə deyirsən ki, mən bu dərddən ağrıyır canım. Allah heç kəs ağrıtmasın. Vallahi gənə deyirəm. İnsanın canı əyildisə də əylə-əylə gedir. Nə yaşımız var hələ. Mən özümü çox cavan hiss edirəm. Özünə bax deyirəm, hələ sən mənə lazımsan. Nəysə, oradan gələndə dərmanlarını aldıq, elə içdik. Gələndə də yol üstü bazarın yanına keçirdik. Dedim, elə buradan da biraz alış-veriş edək, evə gedirik. Maşından çıxmışıq. Bazara getdik, biraz belə kənd şordu, qaymaq da aldım. Belə bir dənə çolpa aldım, toyuq aldım. Çolpa da deməyək, toyuq almışım. Bu kənd toyuğu deyil, amma kənddə həyat bacada baxılan brolerdir. Cins olaraq brolerdir, amma o biri bizim dədə-baba toyuqlardan deyil. Mən ondan istəyirəm almaq. İndi o da yoxdur deyə bunu aldım. Bunun dadı kənd toyuqlarının dadına çatmır, o başqa. Amma o mağazində, pakovkada aldığımız toyuqlar heç nə olur da, onun nə vitamini var, nə bir şeyi var. Yenə bunu cins olaraq brolerdə olsa da, otdan yiyən toyuqdur. Bir dənə bunu aldım. Yumurta aldıq. Ondan belə xiyardır, pomidordur, təzə-təzə aldıq. Bir dənə də toyuğun sinətini aldım. Bundan da birazdan gətirib samsa bişirəcəm. Uşaqlar samsa istəmişdi. Bir də hazır xəmirim də var idi. Çıxartdım ki, yumuşalsın. Samsanı da edərik. Gəldi evə, düzü qismət yeməyini yedi. Getdi işə. Vallahi hələ dilimə baxın. İndi çay içirəm. Çörək yeməmişəm. Axırda mən də yorulub gedəcəm. Ona görə insan özünə baxa.
Gətirim indi çay çörəyimi yeyim, yeməyimi yeyim. Ondan sonra işimizə, günümüzə başlayaq bacılar. Allah heç kəsin canını əyməsin, ağırtmasın, üstünüzə sağlıq olsun. İnşallah hər şey yaxşı olar. İşimizi, gücümüzü görək. Bu arada bacınızın tripodu can alır, can. Vallahi. Elə gözəldir, elə gözəldir, elə udobnudur. Baxın, tutursan, har olsa gedirsən, vallahi elə yaxşıdır. İndən sonra bununla bacınız görün nə videolar çəkəcək. Mənim bu qaşqasında lampası da var. Lap qaranlıqda harasa getsəm, onu yandırsam, üzümə işıq salacaq, tam aydın görünəcəm. Qəşəkdir, yəni bir sözdən qəşəkdir. Çay çörəyimi yeyim, ondan sonra işimizə, gücümüzə başlayaq. Heç istəmirəm toyuğu belə evin içində ütəm, amma yenə çarə yoxdur. Edirik. Bunun indi dərisini soyacağım, mən dəri deyən şey qalmayacaq. Sadəcə qanat hissələrində indi qalır xırda xuruş dərilər, ona görə də ki ütürəm belə təmiz olsun deyə. Yəni bir anda var. Üstü tərəfində. Tez-tez doğradım, paramparça etdim. Belə bu cür indi qaynar suda saxlayıram bunu, kəhv varsa çıxsın deyə. Toyuq bududur, nə bilim, paçkada olan toyuqlar alanda mən onu bir bulum qaynatmasam, dərisini çıxartmasam olmur. Mən onu elə edirəm. İndi bunu qaynar suda saxlayıram. Soğan qovurulana tam dursun derim, ondan sonra bol yağ soğanın içinə vuracağım. Soğanla birlikdə qovuracağım. Axıra yaxın da bir balaca kartoşka vuraram, biraz da su vuraram, batırmalı kimi yolar. Uşaqlar elə soslu olanda qəşəng yeyirlər. Bir də nəyi demək istəyirdim bilirsinizmi? Mənim belə toyuq ətini bol yağ soğanın içinə vurub qovurmam haqqında bəzən yolla keçən görürəm, yazırlar ki, o elə yemək mi olar? Yəni hərənin bir cür damaq ləzzəti var. Kim nə cür görüb götürüb elə o cürdə yemək hazırlayır da. İndi bizim evdə belə bu cür hazırlanır. İndi hər kəsin evində fərqli-fərqli hazırlanır. Mən onu nə deyə bilərəm? Siz niyə elə edirsiniz? Siz niyə bu cür edirsiniz? Ona görə mənim hazırladığım yemək belədir. Yağ, soğan bol olacaq. Belə suda saxladığım əti içinə vuracağım. Bol yağ, soğanla qovuracağım. Sadəcə belə.
Biraz kartoşka vurasıyamsı da vurub, bir balaca tomat da vura bilərəm. Biraz da su vura bilərəm. Batırmalı kimi olar. Hələ bu soğan azdır. Mənim mamam toyuq əti bişirəndə o qədər soğan doğrayır xırda-xırda. Bol yağ soğan da deyir toyuq ətini daddıran. Amma elə ailələr var, soğanı çox istifadə etmir. Mən çox istifadə edirəm. Yəni çox da deyəndə bu mənə görə ortadır. İndi bəzilərinə görə bəlkə də çoxdur. Bəzilərinə görə də azdır. Nə bilim. Burada da dərsi zağı var. Bunu indi birazdan bir balaca qabda qaynadacağım. Onu da ki Melis xanıma yemək olsun. İşə gedən vaxtı verərlər uşaqlar. Bugün bazara getdiyim qab-qacaq videosunu paylaşdım. O videonun yorumlarını oxuyurdum. Görürəm yazmışsınız ki, qiymətlərini Azərbaycan puluna çevir, elə paylaş. Düzü yadımdan çıxdı xanımlar, çevirib yazmaq. Mən də eləli paylaşdım. İndi belə bu cür şifahi olaraq deyim. O ki video içində göstərişli, gözəl, gözə çarpımlı olan naborlar var idi. Onların içində 12-12-dən 130 ədəd qab var idi. Onların qiyməti 950 manat, 800 manat, 500 manat, 350 manat, 300 manata da var idi. Bu qiymətlər arası idi. Mən demirəm ucuzdur, yox. Bahadır, həqiqətən bahadır. İndi məni hansı ölkədən izləyirsiniz? Bəlkə o ölkələrdə bunlardan daha gözəlləri var, daha qəşəng naborlar var və qiymət olaraq da daha münasib qiymətə olan naborlar var. Onu bilmirəm. Bizim buralarda belədir. Sadəcə olaraq elə bil ki, qabların keyfiyyətinə baxıb elə qiymət ölçürlər. Biraz ucuzları olanların keyfiyyəti yaxşı deyil. Bahaların, nə bilim, haransa da deyirdi video içində də qiymətlidir, bax belə bahalıdır. Bir dənəsi çox, bir tək olan tarelkalar da çox bahadır, orijinaldır deyir. Nə bilim, indi qabların da orijinalı olurmu? Nəysə, bir də ki, bir yorum oxudum. Görürəm, sual verilir ki, Alixanın iqruşkasının ardıca getdim bazara, bəs hanı iqruşka, niyə almadın? Ax, mən video içində 2-3 dəfə mi dedim, bazara getdim, ələh-vələk etdim, Alixanın istədiyi iqruşkayı tapa bilmədim. İnternetdə reklam elənən hansı iqruşkanı görür, mənə onu deyir ki, al ilə. Mən də ürəyi qırılmasın, inciməsin deyə götürdüm uşaqları da getdim bazara ki, bəlkə bir qismət də olar. Getdim, tapa bilmədim. Evə gəldim. Bizim burada Kasib Bank deyirlər. O Kasib Bankdan hər şey zakaz edə bilirsən. Ona baxdım, orada da yoxdur. Yəni, hələ Qazaxıstan territoriyasına gəlməyib o iqruşka. Ona görə almadım. İndi nəyi demək istəyirəm, bilirsiniz mən? İndi görürəm ki, videolarımın içində 2-3 dəfə deməyimə baxmayaraq, yenə mənə yorumlarda yazıldığına görə videolarımı tam izləmirsiniz. Həqiqətən bacılar, xahiş edirəm, əgər sizlərin ürəyinizə yatan videolar deyilsə də, videoya girib 2-3 dəqiqədən sonra çıxırsınızsa da, o mənə nə qədər ziyandır, bilirsinizmi? Mən heç vaxt deməmişəm sizə ki, mən bunu keyfdən çəkirəm, yox. Mən həm sizlərin könlünüzü xoş tutmaq üçün çəkirəm. Çünki məni izləyən yaşlı nənələrimiz var, analarımız var. Elə yorumlar yazılır, həqiqətən onların o yorumlarına görə mən həqiqətən ürəkləri xoş olsun deyə çəkirəm. Bizi izlədikcə də nə qədər xoş olurlar, ürəkləri genişləşirlər. Ona görə çəkirəm. Bir də ki, özüm üçün az da olsa ailəmə dəstək olmaq üçün bir damcı da olsa pul qazanıram. O siz ki, girib 2-3 dəqiqədən sonra, 5 dəqiqədən sonra çıxırsınız videodan. Mənim videolarım YouTube bloku atır, geri salır, izləndirmir. Həqiqətən deyirəm. Xoşunuza gəlmirsə də xahiş edirəm, girməyin, izləməyin. Xoşunuza gəlirsə də belə ailə həyatı, sadəliyi girin, izləyin. Girər-girməz də bir toxunuşdur da toxunun, nə olar, sizdən nə gedir ki? İndi vallah bunu mən videolarımda deməyə artıq daha utanıram. Məni bağışlayın. Çünki mən başqaları kimi həyasızlıq eləyə bilmirəm. Bu haqqında da bir izləyicim dünən yazmışdı. Bundan əvvəl izlədiyiniz, bundan əvvəl yox, qab-qacaq videosundan əvvəl izlədiyiniz videonun altına ki, sənin videoların çox sadədir. İnsanlar belə sadəliyi istəmir, bacı deyir, xətrinə dəyməsin. Düz deyir. İnsanlar nə tər istəyir, bilirsənmi? Tərbiyəsizliyi, ağızlarına gələni danışmağı, böyüyünə kiçiyinə hörmət qoymayanları. Elə video çəkən xanımlar var. Burada nə kanalın, nə adlarını
çəkmək istəmirəm, artıq izləyənlər bilir. Dönə-dönə yenə gedib o xanımların, elə o cür video çəkənlərin videolarını izləyirlər. Həqiqətən onlar kimisinə dəstək olurlar. Nəyə ki bizi kimisinə. Yəni məni bağışlayın. Mən onlar kimi həyasızlıq aça bilmərəm. Onlar kimi ağzıma gözümü əyri tutub danışa bilmərəm. Böyümə kiçiyimə hörmətsizlik edə bilmərəm. Nə bilim, mən elə edə bilmərəm. Yəni xoşunuz gəlmirsə də xahiş edirəm, izləməyin, girməyin. Girib təzədən geri çıxırsınızsa da həqiqətən məni bloka atmış olursunuz. Mənim arxaya atmış olursunuz da. YouTube görür ki, izləyici girdi çıxdı. Videolarını bəyənmədiyinə görə girdi çıxdı. Ona görə də ki, hər birinizdən xahiş edirəm. Əgər videolarımı bəyənirsinizsə də bir barmaq toxunuşudur. Toxunun, videolarımda qalın. Bəyənmirsinizsə də dolada da baxıb, bax mən video içində hər şeyi açıq-açıq deyirəm axı. Nələr olur. Yorumlarda da təkrar olaraq yenə cavab olaraq verə bilmirəm daha. İnşallah başınızı ağırtmamışam canlar. İnşallah deyirəm. Çıxdıq çölə, ayağımız hara, başımız da ora gedirik. Hərrənməyə, biraz gəzib dolaşmağa. Getmişkən deyirəm bir bazar tərəfə də baş çəkim. Alixanın ayağına qış ayaqqabısı almaq lazımdır. Onu da aradan çıxartsam. Ha. Nədir? Orada Melisa var. Ay bala geri qayıdacaq gəl. Deyirəm onu da aradan çıxartsam nə yaxşı. Hələ havalar xoş gedir, getsə də almaq lazımdır. Bəzən elə üstümə ağırlıq çökür xanımlar. Heç istəmirəm evdən çölə çıxmaq. Amma bəzən də istəyirəm bazarlar gəzəm. Bu arada bacımız hər gün bazardadır. Həm ziyarət, həm ticarət edib bir bəhanə gəzirəm gedib hərrənməyə. Elə istəyirəm gedib yeniliklərə baxam, təzə-təzə şeylər görəm, görüm nə var, nə yox. Sizlər üçün də çəkəm. İnşallah. İnşallah qəşəng şeylər çəkərəm. Çəkə bilsəm, yəni getsəm bazara. Amma çıxdıq çölə. Görək, hələ Astanovka tərəfə gedirik. Biz minə avtobus tez gəlsə, minib gedəcəyik. Tez gəlməsə oradan park var burada yaxında. Gedib o parkda oturub biraz hərrənərik, dinlənərik. Ondan sonradakı baxarıq, görək, nə edərik. Böyük yola gəlib çatıram. Telefonumu burada dayandırım. Səs küylü olacaq. Nədənsə yaman probkadır deyəsən, can Allah. Can Allah, yaman probkadır deyəsən. Biz gedə biləcəyik mi? Axırı ki, mən də gəldim belə Temu bağlamasından sizlərə. Düzü bazara getmədik, getdik biraz parkda oturduq, gəzdik, gördük telefonumuza mesaj gəldi. Biz də təzədən gedib bağlamanı götürmüşük. Bu dəfə bağlamam yaman tez gəldi. 5 günün içində gəlib çatdırdılar. Keçən dəfə etdiyim bağlamanı 1 aya gətirmişdilər. Lap o bağlamadan əlimi üzmüşdüm. Dedim bu gəlib çıxan şey deyil. Onda da donlar zakaz eləmişdim. Həm Nəsibə, həm özüm. Bax belə. İndi bunun içində bacılar bir dənə krasovka zakaz eləmişəm özüm üçün. Bir dənə tripod, bir dənə də qismət özünə köynək zakaz etdi. Dedi görək keyfiyyəti nədir, nə deyil. Yaxşı olsa zakaz edərik. Yəni bu üçünü də endirimlə almışam. İndi neçəyə almışam onu da deyib alt yazı olaraq da sizlərlə paylaşacağım. Keyfiyyətinə baxaq hələ birinci. Yaman maraqla baxırsan, Alixan. Orada telefonuma dəyərsən, istəyirsən bu tərəfdə baxın. Alır mısın tripodu? Görək nədir bunun keyfiyyəti? Nə çəkir ben? Nə bilim baba. Tripod belə olur da balaca da qazanmaz. Nereden çekir mi? Burada neyi var? İndi mən əlimdə tutan deyiləm. Ha bu da seyyat kası. Bu da Seyyat kasıdır. Tripodum Bu tripod nə tərz bilirsiniz mi? Selfie paka gibi. Hə, həm ışığı var. Işığa da ehtiyac qalmır.
Amma əladır. Məncə əladır. Am Baxın düzgün belə. göster xalına görünmür. Görünmürmü? Göstər, göründü mü? Hə, bax belə. Hə, bax belə. Həm belə ayağı var. Nətər açılır? Alış. Yox, gözəldir nə, kompaktlı sumkaya da götürə bilərsən. Sumka içində olur da bu. Həm sumka içində belə qatlayırsan. Həm də kamerana belə sipərsən. Yox, bu burulmur da kamerası. Knopka ilə burulmur. Prosta sən buradan yandırırsan. İşığını da qoşursan. Bunlar da belə. Yox, çox da olmuyor. Yox, bunu bəyəndim. Həqiqətən bəyəndim. Belə açırsan, ayaqda da Aba qoyursan. kameraya lak koyayım. Nə? Kameraya lak koya bak. Nə Belədən tərəfdən? belə. Mən elə bilmirəm. Bax belə. Sən qoydun. Bunu bəyəndim. Axırı bu plusdur, bu dəyir. Bu keyfiyyətli çıxdı. Bu dəyişdirməyə. Və baxımız Krasovkam özünə ayaq geyimi, krasovka zakaz eləmişdi. Bunu neçə zakaz vursam yaxşıdır? 1500 tengəyə. Keyfiyyəti həqiqətən superdir qızlar. İndi ayağıma olsa deyilən. Həqiqətən çox bəyəndim. Gözəldir deyil mi aşkım? gözəldir. Gözəl. 1500 tenge sən belə krasovka harda? Burada hardan almaq olardı? Baxın, belə bir krasovka aldım. Oğlum, dəyirsən də tripoda. Belə bir krasovkadır. Keyfiyyəti superdir qızlar. Həqiqətən, baxın. Baxın, belə bu cür. Gözəldir. Gözəldir. Ayın dəymə ayağım. Allah eləli mənə söylədi. Ayağını dəyəcək ona. Bu da ki, qismətin köynək futbolkası. Bunun da keyfiyyəti yaxşıdır. Yumuşaq materialı var. Get qoy baxım. Amma yekə olmaz mı bala? İki də olsa işte olan deyədən papa. Oy. O, yekə daimə daha yekə. Yekədir. Vallahi yekədir. Demişəm, XL vurdu. XL ona o lazım deyilmiş, bax. Ona bundan bir balaca razmer yaxşı olarmış. Bu ona böyükdür. Bu nə böyükdür. Amma material çox gözəldir. Həqiqətən qəşəng, yumuşaq materialı var. Bunun qara rəngini istəyirdi. O düzü mən aşıb gəlib bu ağ rəngini vurdum vurmağa. Amma böyükdür. Böyükdür, XL vurmuşuq. XL vurası böyükmüş. Keyfiyyət olaraq bu da yaxşıdır. Pis deyil. Amma razmer olaraq böyükdür. İndi görək kimə verə bilirik. Qoy papa yıkılansın. Papa yekələnsin. Ya Papa amma hara yekələnir? anne bak biraz profesyonel kameralar var. Hə, ondan istəmədim də balamdan. Bu həm ayağı var bunun, həm də ki ışığı var, ışığı. Əsas belə Ay, lampaya ma. ehtiyac qalmır. Ama sen bilirsin cübürü kameralarda niye istemiyorsun? Kaspide 200 bine. İstəmirəm hələ. Bunu qoy bir yer geyinim, yoxlayım görüm Hələ nətərdir. Bunu bəyəndim. Həqiqətən 1500 tenge heç nədir valla. Hesablayanda 2 paçka semişka puludur. Həqiqətən bunun qiyməti var idi Temuda 9000 dururdu. Mən bunu səbətdə saxladım bacılar. Mən saxladım, onlar da bezmədi mən səbətdə tutmaqdan. Axırı bir gün gördü, endirim yazıldı. 1500 tengəyə düşdü. Sırazı vurdum. Sırazı vurdum. Dedim keyfiyyətinə baxaram. Əladır. Rəngi də gözəldir ha. Получается 10 bine zakazladım. Öyle demiyorlar değil mi? Niyə demək olar elə? Nə var onu deyin. 1500 tengə. Ahire geprim biletine. Davay yoxlayaq.